Bəli, qeyd etdiyiniz kimi strateji məhsul sayılan taxılın əkin prosesi Respublikamızın hər yerində olduğu kimi aqrar rayonumuz olan Goranboyda da sürətlə davam etdirilir və artıq 2 həftəyə yaxındır ki, məhz sahələrdən bu cür səpin prosesi həyata keçirilir və qeyd edim ki, ümumilikdə Goranboy rayon ərazisində 15.134 hektar ərazidə bu cür səpinin aparılması nəzərdə tutulur ki, bu sahələrdən də 1000 hektarından çoxu arpanın, 480 hektardan çoxu isə məhz buğdanın payına düşür. Xatırladım ki, hazırda səpin prosesi mütəşəkkil sürətdə həyata keçirilir və biz rayonun Muzdurlar kəndi ərazisindəyik və qeyd edim ki, son dövrlərdə bu sahənin dövlət tərəfindən dəstək olması məhz elə operatorun hal-hazırda göstərsin və vətəndaşların, fermerlərimizin məhz ənənəvi suvarma sistemindən deyil, pivot sistemindən istifadəsinə gətirib çıxarır ki, bu həm su çatışmazlığı yaşayan, belə deyək, Goranboyda suya qənaət etməklə yanaşı, bitkinin vaxtında suvarılması, eləcə də həm müasir inovativ sulardan istifadə etməklə normal sahələrdən bitkinin inkişafına nail olmaqdır. Xatırladım ki, ötən il Goranboy rayonunda ötən mövsüm ərzində sahələrdən yığım prosesində buğdada məhsuldarlıq 33,8 sentner, arpada isə 33,4 sentner məhsul əldə olunmuşdur və qeyd edim ki, Aqrar Subsidiya Şurasının qərarı ilə müasir suvarma sistemləri ilə təmin olunmuş ərazilər hər hektara görə 290 manat, təmin olunmamış ərazilər isə söhbət müasir suvarma sistemindən gedir, 230 manat bu il subsidiya ilə təmin olunmuşdular. Xatırladım ki, səpin prosesi aparıldıqdan sonra ərazilərdə fermerlərimizin sahələrin suvarılmasına işlərlə başlayırlar və bu günə kimi Goranboy rayonunun 1500 hektar, 15.000 hektardan artıq ərazisinin artıq 8.000 hektarından artıq belə deyək, sahə qış suyu ilə təmin olunmuşdur və suvarma sistemi, xatırladım ki, suvarma təminatı səpin prosesi tam yekunlaşdıqdan sonra fermerlərimiz tərəfindən tam icrası reallaşdırılır. Və qeyd edim ki, Goranboy rayonu ümumilikdə Respublikamızda aqrar rayonlardan, aparıcı aqrar rayonlarından biri hesab olunur və ərazidə qeyd edim ki, dənli bitkilərin əkib becərilməsi üçün münbit iqlim şəraiti, torpaq, eləcə də su təminatı vardır. Bizim hələ ki, bölgədən çatdıracaqlarımız bu qədər. Buyurun, söz yenidən sizdədir.